Şəhər nəqliyyatının inkişafı, mikromobillik hazırda paytaxtda baş plana uyğun olaraq icra olunur. Bundan başqa baş plana əsasən nəqliyyat layihələri ölkənin bütün şəhərləri üzrə baş planlar üzərində işlənilir. Daha ətraflı sujetimizdə bu mövzu haqqında məlumat alacağıq. Şəhər nəqliyyatının tənzimlənməsi üçün ilk növbədə baş planın müasir şəhərsalma standartlarına uyğun olması vacibdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımovun sözlərinə görə 2023-cü ildə qəbul olunan Bakının baş planı tam olaraq bütün müasir standartlara uyğundur. Son 3 il ərzində qəbul olunan dövlət proqramları, xüsusilə də nəqliyyat sahəsini tənzimləyən layihələrin hamısı baş plana uyğun həyata keçirilib. Biz başa düşməliyik ki, nəqliyyat burada sırf olaraq şəhərlə birlikdə balanslı şəkildə inkişaf etməlidir. Baş planın ilk və ən əsas prioritetlərdən biri polisentrik şəhərin yaradılmasıdır. Yəni tək olaraq şəhər, tarixi şəhər mərkəzi yox, digər ətrafda olan rayonların da paralel şəkildə balanslı inkişafıdır. Riyad Qasımov bildirdi ki, baş planda nəzərdə tutulan klassik və yaşıl nəqliyyat sistemi şəhər nəqliyyatının inkişaf konsepsiyasının əsas istiqamətlərindən biridir. Çünki bu yanaşma şəhərdə ekoloji tarazlığın qorunması, nəqliyyat axınının düzgün təşkili və sakinlərin daha rahat hərəkət imkanlarının təmin edilməsinə hesablanıb. Həm klassik nəqliyyatın, həm yaşıl nəqliyyatın ekolojik aspektlərin həll edilməsi məqsədi ilə inkişafı olduqca önəmlidir. Və təbiidir ki, polisentrik bu yanaşmanı biz nəzərə alsaq, bu gündəlik miqrasiyanın aradan qaldırılması da daha asan məsələyə çevriləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən artıq 68 şəhərin baş planı hazırlanıb. Hazırda isə ölkə üzrə 11 şəhərin baş planının ya yenilənməsi, ya da yenidən qəbulu nəzərdən keçirilir. Demək olar ki, tam olaraq ölkənin ərazisində bütün şəhərlərin yeni müasir baş planları artıq mövcud olacaq. Paytaxtda mikrobilliyin inkişafı üçün də baş plana uyğun olaraq mövcud layihələrin icrası hazırda uğurla davam etdirilir. Bu daimi prosesdə bu davam edəcək. Artıq biz son 2-3 ildə biz bunu əyani olaraq görürük. Şəhər ərazisində mikromobillik çox yüksək səviyyədə təşkil olunur. Hələ ki, şəhərin bütün ərazilərində bu həll olunmayıb, amma məqsədimiz odur ki, şəhərimiz ilk növbədə onun sakinləri üçün rahat olsun. Məlumat üçün bildirək ki, paytaxtda 2040-cı ilə kimi yaşıl zonalar mikrobillik şəhərin bütün ərazilərini əhatə eləyəcək. Rəşad Vəkiloğlu, Hafiz Əliyev, Günəş Rızayeva, SBS Xəbər.